İşlər nə vaxt əldə olunur? Dedik ki, dini işlər elm öyrənmək və salih əməl üzərində. Amma dünyavi işlər isə o həmin iş haqqında olan məlumatın, elmin olması və tənbəlliyin tərk olunması ilə olur. O tənbəllik dini işlərdə də gəlir, dünyavi işlərdə də gəlir. Bax, sən bir əmələ addım atanda, o əgər dini işdirsə, şeytan qoymur. İstəyir ki, sən onu eləməyəsən, istəyir ki, sən əzbərləməyəsən, istəyir ki, sən başa düşməyəsən, istəyir ki, sən elm öyrənməyəsən, istəyir ki, sən elm məclisinə getməyəsən. Kimdə oturub qulaq asan? Yarım saat, bir saat. Kimdir gedən? Nasıl gedək orada oturaq çay içək? Niyə insan gedib? Yəni, şeytan nə qədər vəsvəsələr verir. Allahu Akbar. Dayanmır, heç vaxt dayanmır. Subhanallah lazım. Həmişə insanlara vəsvəsə verir. Ona görə həmişə dini işdə xeyir tapsan, necə ki İbn Qayyim rahimehullah deyir ki, sənə həmin fikir gəldiyi vaxt addım at. Və sonraki addımlar zəif olacaq. Fikir gələn vaxtda addım at, sonraki addımlar zəifləyir. Ona görə şeyx deyir ki, insanı ən böyük, yəni müvəffəqiyyətsizliyə salan əl-xeybə vəl-fəşəldir. Əl-xeybə vəl-fəşəl. Nədir əl-xeybə vəl-fəşəl? Bacarıqsızlıq. Əl-xeybə vəl-fəşəlin əvvəli, bacarıqsızlığın əvvəli nədir? Tənbəllik. Tənbəl olmaq. Dünyavi işlərdə elədir. Tənbəl heç vaxt muradına yetə bilmir. Ona görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə edirdi? Tənbəllikdən Allaha sığınırdı. Və hətta tənbəlliyin, hərəkətsizliyin əksi hərəkət etməkdir. Peyğəmbər sallallahu əleyhi və səlləmə varid olub, insan yorularsa yeriyəndə, ona tənbəllik gələrsə ki, yoruldum, deyir, iti yerisin. İti yerişlə yerimək tənbəlliyin qarşısını alacaq. Və eləcə evdə oturmuşsan, tənbəllik gəlib. Birdən dur ayağa, get dəstəmaz al. Və həmin əmələ, istədiyin əmələ baş vur. Bismillah dinən Allahdan yardım istə. İhris alə mənfə, həris ol. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyirdi ki, Allahümme inni əsəlükə səbətə fil amr. Allahım səndən işdə sabit olmaq sonra vəl əzimət alə rüşd. Deyir ki, doğru yolda əzimət istəyirəm. Əzimət nədir? Tərkül kəsəl vəl fəşəl. Deyir ki, bacarıqsızlığı, tənbəlliyi tərk etmək. Və həmişə fikirləş ki, hər hansısa bir işə nail olanlar, hər hansısa bir elmə nail olanlar, onlar da sənin kimi bir insanlardır. Onlar da sənin kimi bir insandır. Nəyəsə əldə ediblər. Nəyə görə? Çalışqanlığına görə səbəb olaraq. Və sonra nə deyir? İhris alə mənfaq. Sonra deyir, vəstəin billah. Allahdan yardım istə. Və bil ki, deyir, şeyx deyir ki, sən nə qədər də həris olsan, Allahın yardımı gəlməsə, müvəffəqiyyət olmayacaq. Mütləq Allahın yardımı lazım. Mütləq. Bu təvhiddir. Ona görə əgər kim deyərsə ki, mən çalışmadan ruzi əldə edəcəm Allaha təvəkkül edərək, onun ağlında naqislik var. Bu təvəkkül məsələsidir. Əgər kim deyərsə ki, yox, mən Allaha təvəkkül etmədən səbəbdən tutaraq əldə edəcəm, onun təvhidində problem var. Nə gözəldir təvhidlə ağlı cəm etmək. Nə gözəldir. İnsan həm çalışqan olsun, həris olsun, işinin qaydasını bilsin və həm də Rəbbinə təvəkkül etsin. Allahdan yardım istəsin. Və sonra, üçüncü hissə nədir? Təvəkkülün nə idi? Kamilliyidir. Hansı ki, bilirsən, istəyirsən, həris olub istəyirsən, və sonra görürsən gəlmir, narahat olma, təvəkkülü pozma. Çünki biz götürmüşdük İbn Qayyimdən fayda təvəkkül barəsində. Kimin yadındadır? Səbəblərdən tutub, səbəblərdən qırılma. Əhsən sənə, əhsən. Yəni, səbəblərdən tutub, səbəblərdən qırılmaq. Nə deməkdir? Əl-əxzu bil-əsbəb, əl-inqat